Salam uşaqlar, bugün sizə 2-ci Qarabağ müharibəsi, Tovuz döyüşləri haqqında bir məlumat verəcəyəm. Diqqətli olmaq lazımdır. Bazar günü imtahan təbii ki, bu mövzu ilə bağlı sualını danışa bilər. İnşallah mövzumuzu diqqətlə dinləyək, qeydlərimizi götürək və imtahanda düşən sualları düzgün cavablandıraq. Başlayaq. Demək olar, 2020-27 sentyabr 2-ci Qarabağ, yəni 44 günlük Vətən müharibəsindən qabaq əvvəl baş vermiş hadisələr var, onlara qeyd edək. Birinci, bu döyüşün başlama əslində səbəbi nədir? Yəni niyə başladı savaş? Başladı bir sual. Birinci sual demək Tovuzda başlayır demək döyüşlər. 2020-ci il iyul ayında demək Tovuz döyüşləri başlayır. Tovuz döyüşlərində bildiyimiz kimi Tovuz döyüşlərində generalımız Polat Həşimov, polkovnik İlqar Mirzəyev, 11 hərbiçimiz daxil olmaqla hamısı bir yerdə şəhid olurlar. Bir də mülki şəxs şəhid olur. Və indi Tovuz döyüşləri niyə baş verdi və səbəb nə idi və Ermənistan niyə ümumi əsas Tovuz bölgəsini hədəf kimi demək seçdi? Çünki uşaqlar bildiyimiz kimi Baş-Təbriz Ceyhan neft kəməri uşaqlar deməli Tovuz bölgəsini keçib Gürcüstan, oradan Türkiyə, bir də Baş-Təbrizi Erzurum qaz kəməri və buradan da Gürcüstan Tbilisi ərazisindən Türkiyə ərazisindən daxil olurdu. Və bu kommunikasiya bölgələrimiz əsasən Tovuzun keçirdi. Ermənistan düşündü ki, Azərbaycan əsas bu neft və qaz strateji bölgəni ələ keçirsə, Azərbaycan çətin bir vəziyyətdə qoya bilər. Bu düşüncə, belə düşündülər və əsasən Tovuza hücum etdilər. Amma təbii düşündülər kimi olmadı, məğlub oldular və gəldilər kimi də geri qayıtdılar. Amma təbii ki, Polat Həşimov generalımız və İlqar Mirzəyev şəhidlik zirvəsindən uzaldılar. Və Tovuz döyüşləri 2-ci Qarabağ müharibəsinin başlamasının belə desək, ən böyük səbəblərdən biri olur. Ondan sonra 2020-ci il iyul ayında Ermənistan və Rusiya arasında hərbi təlim keçirilməsi, ermənilərin Gədəbəy bölgəsinə diversiya qrupu göndərilməsi, təbii ki, bunlar deməli artıq müharibənin başlamasına artıq təkan verdi. 2020-ci il sentyabrın artıq 27-sində 2-ci Qarabağ müharibəsi artıq başlamış oldu. Və sentyabrın 28-də uşaqlar qismən səfərbərlik oldu. Tam səfərbərlik olmalı uşaqlar, qismən səfərbərlik. Buna diqqət edək və artıq 27 sentyabr müharibəmiz başladı. Ta ki 8 noyabr şahzad olması və 10 noyabr müqavilə imzalanmasına qədər. İlk hərbi əməliyyat uşaqlar demək dəmir yumruq olur. İlk hərbi əməliyyatımız əsas Kəlbəzər, Tərtər və Füzuli istiqamətində ermənilərə çox güclü bir müqavimət göstəririk. Və dəmir yumruq, yəni ilk hərbi əməliyyatımız olur və ermənilərin hücumlarının tam qarşısı alınır. Və döyüşlər şu artıq başlayırıq və azad olmuş bölgəmizi başlayırıq. İlk demək azad olmuş bölgəmiz şəhər deməli 3 oktyabrda Madagist. Ermənilər Madagist deyir, amma 3 oktyabrda azad olundan sonra artıq biz adını dəyişdirib Suqovuşan edirik uşaqlar. 3 oktyabr Madagist, yəni Suqovuşan azad olunur. Və ilk azad olmuş demək uşaqlar bölgəmiz haradır? Rayonumuz daha doğrusu belə desək. İlk azad olmuş rayonumuz demək uşaqlar olur Cəbrayıl rayonu. 4 oktyabr. Cəbrayıl azad olunur. 3 oktyabr dedik, 4 oktyabr və 9 oktyabr isə demək uşaqlar Xocavənd ərazisində yerləşən Hadrut bölgəmiz uşaqlar azad olunur. Hadrutun da adı dəyişdirilir, olur iki çay arası. İki çay arası bildiyimiz Mesopotamiya sözünün mənasından yadda saxlaya bilərik. İndi burada çox diqqətli olmaq lazımdır. Madagist, yəni iki çay arası, Suqovuşan, üzr istəyirəm, Hadrut, bunlar rayon mərkəzləri deyil. İlk rayon mərkəzimiz Cəbrayıl uşaqlar. 4 oktyabr. Davam edir uşaqlar deməli, ondan sonra deməli gəldik. Füzuli rayonumuz azad olunur 17 oktyabr. Füzulini azad edən vaxtı ermənilər şəhərdə və Füzuli bölgəsində elə bir vandalizm, elə bir dağıntıya məruz qoymuşlar ki, azad olun, yəni bayrağı sancmağa bir ərazi, bir bina belə salamat bina qalmamışdı. Davam edir uşaqlar gəldik Zəngilan. Zəngilan azad olunması 20 oktyabr. 2 gün sonra dedim uşaqlar, şöyle nöqtə qoyuram burada baxın. 22 oktyabrda Ağbənd qəsəbəsini biz azad edirik. Ağbənd qəsəbəsinin azad edilməsi ilə burada yazıram İran. İran. Ağbənd qəsəbəsinin azad edilməsinin biz İranla sərhədimiz tam bərpa etmiş olur uşaqlar. Baxın, burada görürsünüz. Belə bir işarə qoyuram. Biz artıq Ağbənd qəsəbəsini nə uşaqlar tamamilə azad etmiş olduq.
Artıq İranla sərhədimizi tam bərpa etmiş olduq. Üzr istəyirəm. İranla sərhədimizi tam bərpa etmiş olduq uşaqlar. Və buna diqqət edirik. Ondan sonra davam edirik uşaqlar. Qubaltlı uşaqlar 25 oktyabr Qubaltlı şəhərini azad edirik. Oktyabrın sonlarında isə uşaqlar, oktyabrın sonlarında biz Çanaqçı kəndini azad edirik. Çanaqçı kəndinin azad olunması ilə, bura Ermənistan uşaqlar, Ermənistanın biz Çanaqçı kəndinin azad edilməsi ilə biz Şuşa-Laçın yoluna artıq nəzarət etməyə başladıq. Və Ermənistan yenə artıq köməyin qarşısını aldıq. Çünki Ermənistan Dağlıq Qarabağda yaşayan separatçı ermənilərə ciddi şəkildə dəstək verirdi. Və 8 noyabr uşaqlar Şuşanı azad etdik. Şuşanın azad edilməsi ilə artıq Ermənistan məğlubiyyəti qəbul etməli oldu. Yəni artıq qəbul etdirdik, belə desək. Şuşa döyüşlərinin şöyle bir fərqlənən xüsusiyyət var. Şuşa döyüşləri zamanı heç bir ağır texnikadan və ağır silahlardan biz istifadə etməmişik. Ancaq soyuq silahlardan istifadə etmişik. Azərbaycan ordusu hərb tarixinin kitablarına yazılacaq bir taktiklə istifadə edərək sıldırım qarayalardan keçərək Şuşa şəhərinə daxil olur və Şuşada ermənilərdən təmizləyir və Şuşa yenidən öz torpağına, öz vətəninə qayıtmış olur. 8 noyabrda Şuşanı azad etdik. Və 2 gün sonra 10 noyabr artıq Ermənistan məğlubiyyəti qəbul edir. Rusiyanın vasitəçiliyi ilə və Ermənistan artıq müqavilə bağlanır. Bunu biz kapitulyasiya deyirik. Müqavilə götürülmüş uşaqlar, müqavilədə bəzi rayonlar bizə sülhünlə geri qaytarılmalı idi. Hansı rayonlarmış uşaqlar deməli? Bu Laçın rayonu uşaqlar, Ağdam rayonu və Kəlbəcər rayonu uşaqlar. Deməli uşaqlar Laçın 1 dekabrda, Ağdam 20 noyabrda, Kəlbəcər isə 15 noyabrda geri qaytarılmalı idi. Amma Kəlbəcərlə bağlı ermənilər bizdən 10 gün vaxt istəyirlər. Səbəb çünki burada Basar keçər bölgəsi var. Buradan biraz hava şəraitindən görə bizdən vaxt istəyirlər. Təbii ki biz Azərbaycan rəhbərliyi, Azərbaycan dövləti bunu icazə verir və ermənilər bizə Kəlbəcəri 25 noyabrda bizə təhvil verirlər. 1 dekabr, Ağdam 20 noyabr, Kəlbəcər 25 noyabr. Bir şey də xatırlayaq, bir şey də biz diqqət edək xatırlayaq ki, erməni vandalları, erməni faşistləri 1993-cü il aprel ayında Kəlbəcər rayonu işğal etdiyi vaxt 1993 aprel ayının 3-də bizə cəmi 10 saatlıq vermişdilər. 10 saat ərzində Kəlbəcər təhkil edin, amma biz onlara 10 günlük verdik. Neyse şu an devam edək. Şu an biz bildiği artıq Qarabağ biz tamamıyla artıq azad etmiş olduq. Tamamilə indi Xocalı Xankəndi növbəti ikinci hissədə onları paylaşsam. İndi inşallah demək 44 günlük vətən müharibəsi demək gedişatında bir neçə məlumatları onlara sizə demək paylaşım. İki ölkənin vasitəsilə oldu uşaqlar. Buradan qeyd edelim uşaqlar. İki ölkənin vasitəsilə oldu. Bir, şu an demək buradan bir dəqiqə yazaq. İki ölkənin vasitəsi oldu uşaqlar. Bir, Rusiyanın uşaqlar deməli, Rusiyanın vasitəsilə oldu uşaqlar. 9-10 oktyabr Rusiya vasitəsi oldu, müharibə dayandı, amma yenidən müharibə bir də başladı. Bir uşaqlar Amerikanın uşaqlar. Amerikanın 24 oktyabrda vasitəsilə olur, amma yeni müharibə davam edir. Yəni iki ölkənin vasitəsilə ilə müharibə bir müddət dayansa da, təbii ki, yeni müharibə ermənilər tərəfindən başladıldı və Azərbaycan Rus təbii ki, qarşılığını verdi. Yəni cavab qarşılıqlı oldu təbii ki. Və demək uşaqlar, gəldi demiş olar deməli Tərtər bölgəsinin bir məlumatı ilə uşaqlar. Tərtər ermənilər elə bir günü qoymuşlar ki, Tərtəri Stalingrad şəhərinə bənzəyir. O qədər dağıntı ermənilər qoymuşlar ki, Tərtər çox beləcə pis bir vəziyyətdə qalmışdı. Və ermənilər demiş olar həmin vaxt demiş olar xain bir plan demək etdilər və Azərbaycan ən gözəl şəhərlərimizin biri və halbuki müharibə ərazisində daxil olmayan Gəncə şəhərini demək bombaladılar və orada çoxlu mülki şəxsimiz rəhmətə getdi, şəhid oldu. Təbii ki, bu da hərb tarixini sıxmayacaq bir hissə idi. Amma bu da ermənidir, yəni erməni üçün normal bir şeydir. Xocalıda etdikləri və yaxud Baxşıda əldə etdiyi faciələr bilirik. Sonra davam edən uşaqlar deməli Qarabağ müharibəsinin baş olduğu demək əsas bunlara sonra məlumat verdik. Bir də demiş olar gələk indi iki dənə bir məlumat var. Bir də bu ikinci hissəsində olacaq inşallah. Deməli uşaqlar indi bir dəqiqə buradan belə eləyək. Tam götürək buranı. Aha. Tam götürək. Deməli uşaqlar
etdim. Azad olandan sonra bəs hansı rayonlarımızda qayıdış oldu? İlk Zəngilan uşağı demək oldu. 2022-ci il demiş olar. 2022-ci ilin iyul ayında Zəngilan rayonunun Ağalı kəndində qayıdış demiş olar baş verir. Bir 2023-cü uşaqlar 2023 may ayında Laçın şəhərinə qayıdışımız oldu. Əsas bu iki bölgəmizə qayıdış baş verib Laçın və Zəngilan. 2021 oktyabr ayının 26-sında Füzulidə ilk hava limanı tikili uşaqlar və ona Qarabağın hava qapısı adlandırırıq biz. Ümumiyyətlə uşaqlar Qarabağda bildiyimiz kimi Xocalıda bir dənə uşaqlar deməli. Hava limanı var idi. Amma Azərbaycan dövləti, Azərbaycan rəhbərliyi 2-ci Qarabağ müharibəsindən sonra tam-tamına 3 dənə şəhərdə hava limanı uşaqlar. Füzulidə, Zəngilanda və Laçın şəhərində uşaqlar. Laçında, Füzulidə və Zəngilanda uşaqlar. Hava limanlarını tikməyə başladı və tam hazırdır. Hal-hazırda dünya səviyyəli ən böyük hava limanları hesab olunur. Bununla bağlı uşaqlar bu qədər. İndi bunun ikinci hissəsi uşaqlar olacaq. İkinci hissəsini inşallah izləmədə qalın. İmtahana qədər inşallah sabah ya da bir gün bunu da paylaşacağım. Oldu, sağ olun. İnşallah ikinci hissəsində izlədikdən sonra diqqətlə qeydinizi götürün. İmtahanda bu suallarımızı artıq tam düzgün yazmalıyıq və yazmalıyıq da. Oldu, sağ olun.